Bəli, cırtdan. Görüm hələ sənə bu günləri nəyin nağılını danışım. Hə, nənə, nağıl danış. Danışacağam. Dayan. Aha, gəl sənə mən bugün qoğalın nağılını danışım. Çox maraqlı nağıldır. Urra! Deməli belə, biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı yaşayırdı. Bir gün kişi dedi, mən çox acımışam, mənə bir qoğal bişir. Qoca qarı ayağa qalxdı, unu gətirdi və undan bir qoğal bişirdi. Qoğalı pəncərənin qabağına qoydu ki, qoğal soysun. Elə bu vaxt bilirsən nə oldu? Nə oldu nənəcan? Elə bu vaxtda qoğal cana gəldi və pəncərədən yerə atıldı. Dığırlana, dığırlana başladı getməyə. Nənədən, babadan qaçdı. Getdi, yolda dovşana rast gəldi. Dovşan onu görüb dedi, ay nə dadlı qoğaldır. Elə yemək istəyərdim bunu. Qoğal dedi, unudum qoğal olmuşam. Un ilə yoğrulmuşam. Dovşan dedi, ay nə dadlı qoğaldır. Nə bunu yeyərəm? Sən kimsən? Qoğal dedi, unudum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Səndən nə var qaçmağa? Bunu deyib, dığırlana dovşandan qaçdı və yoluna davam etdi. Elə biraz getmişdi ki, bilirsən hansı heyvanla rastlaşdı? Canavarla. Canavar neynədi? Hə, canavarla. Canavar dedi, ay nə dadlı qoğaldır. Hey, sən kimsən? Qoğal dedi, unudum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. Səndən nə var qaçmağa? Bunu deyib, dığırlana canavarın yanından ötüb keçdi. Biraz yol gəlmişdi ki, indi sən təsəvvür elə. Biraz yol gəlmişdi ki, ay cırtdan, denən görüb hansı heyvana rast gəldi? Hansı heyvana rast gəldi nənə? Dayan deyəcəm. Ayya. Ayı dedi, nə dadlı qoğaldır, nə bunu yeyərəm. Hey, sən kimsən? Qoğal dedi, unudum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam. Hətta canavardan da qaçmışam. Səndən nə var qaçmağa? Bunu deyib, dığırlana ayının yanından ötüb keçdi. Yoluna davam etmişdi ki, səncə bu səfər hansı heyvan qabağına çıxdı? Ay nənə, meşədə heyvan qaldı bəyəm. Ay səni dəcəl, əlbəttə ki qaldı. Tülkü. Bəli, tülkü gördü ki, dadlı bir qoğal gəlir. Dedi, nə bunu yeyərəm? Ey, sən kimsən? Qoğal dedi, unudum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan, canavardan, ayıdan da qaçmışam. Səndən nə var qaçmağa? Tülkü dedi, nə gözəl oxudun, amma heç eşitmədim. Olar ki, biraz yaxına gələsən? Qoğal dığırlanıb gəldi, lap yaxına və başladı mahnısını bir də oxumağa. Tülkü dedi, yox, eşidə bilmədim. Olar ki, burnumun üstündə oxuyasan? Qoğal atıldı onun burnunun üstünə. Başladı yenə oxumağa. Tülkü dedi, yox, eşitmədim. Olar ki, dilimin üstündə oturasan? Və qoğal onun dilinin üstündə oturdu və mahnını elə oxumuşdu ki, tülkü onu yedi. Nağlımız da cırtdan burada bitdi. Ay nənə, deyirəm ki, qoğal nənədən icazəsiz getməsəydi, tülkü onu yeməzdi, hə? Aferin sənə, bəli. Tülkü onu yeməzdi.